Şabran rayonunun Gəndab qəsəbəsində bir ailə 5 ildir təhlükəli və ağır şəraitdə yaşamağa məcburdur. 2021-ci il avqustun 4-də evləri yanan Şükürovlar ailəsinin yeni evinin tikintisinə kənd sakinləri kömək edib. Lakin maddi imkanları olmadığı üçün tikinti yarımçıq qalıb. Ramilə Şükürovanın sözlərinə görə yanğın zamanı evdən heç nə çıxara bilməyib. Yalnız 4 yaşlı qızı Nəzrini güclə xilas etməyi bacarıb. 2021-də evim yandı. Bağda fındıq yığıb, fəhləlik eləyib də. Uşağım da özüm işləyib. 260 manat qızım almışdı. 270 manat da özüm. Dedim ki, borcları verək. Biz necə evdə bayırdaydım. Evimdə gəldim gördüm ki, tək bir dənə uşağımı çıxartdım. Heç nəyim yoxdur. Tüm əşyalarım hamıda, nəyim var evimdə hamı yandı. Gəndab kəndində olarkən Ramilə və Bəhmən Şükürovların yanan evinin yerinə baş çəkdik. Burada yeri evin bünövrəsi qoyulub, divarları müəyyən qədər ucaldılıb. Lakin maddi çatışmazlıq ucbatından tikinti yarımçıq qalıb. Xahiş ki, mənə kömək eləsinlər. Mən bu evimi tikim, qalmışım o pis gündə. O daxmada, orada damırı başıma, su tökülür, ilan girir. Körpə uşağımı qoyub gedə bilmirəm işə, qorxuram. Üstürəm uşağımı ilan görüb orada. İçəri girən yerdə qışqırıb, mən gəlib çatılacaq, ilan olmadı, qaçıb. Ailə başçısı Bəhmən Şükürov da ailəsinin ağır vəziyyətdə olduğunu deyir. Bəhmən Şükürov ailəsini dolandırmaq üçün günəmuz işləyir. İş olmayanda isə sumaq yığaraq satır. Bəzən 9 yaşlı qızını da özü ilə dağa aparır. Səbəb isə onu evdə tək qoymamaq və qorumaqdır. Mənim bir gün olur, iş bir gün olmur, qalıram sonra geç çıxarır. Ölüm sumağa işləyirəm, şey deyirəm, sumağa yığıb getirəm, bu istidə gedib sumağa yığıram uşağımla. Aparım uşağı düzümlə. Ona görə də çatdıra bilmirəm, günə olmuş mənə iş yox, bir şey yox. Məcburmuşam, o sumağa başlamışam. Yığıb getirirəm, sumaq satıram, ucuz qiymətə Allah'ımı dolandırıram da ailəmizə. Şükürovlar hazırda 5 ildir Gəndab kəndində Sovet dövründən qalma inzibati binanın bir otağında yaşayırlar. Bina isə qəzalı vəziyyətdədir. Damı uçmaq üzrədir. Yağış yağanda içəri su keçir. Ailə üzvlərinin sözlərinə görə otaqdan tez-tez ilanlar da çıxır. Bu səbəbdən uşağın təhlükəsizliyi ilə bağlı da daim narahatlıq yaşayırlar. Hazırda Şükürovlar ailəsinin əsas arzusu yarımçıq qalmış evlərinin tamamlanması və 5 ildən sonra öz evlərinə qayıtmaqdır. Şükürovlar ailəsinin vəziyyəti ilə bağlı Şabran rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. İcra başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Hüseyn İlyasov bildirib ki, icra hakimiyyətinin ailəyə ev tikmək üçün kifayət qədər maliyyə imkanı yoxdur. Bununla belə o imkan daxilində Şükürovlar ailəsinə kömək göstərməyə çalışacaqlarını deyib. Aytəkin Alxaslı, Vüqar Ağayev, Bizim Media, Şimal Bürosu.